Salam millət. Ölkə başı İlham Əliyevin imzaladığı yeni fərmanla maaşlar artırılıb. Novruz, Ramazan bayramı bir-birinə qarışıb, maaşlar 5 qat artırılıb. Yox, kasıblar, az maaş alanlar, sevinməyin. Söhbət sizin maaşlarınızdan getmir. Bax, bu yaramazların maaşlarından gedir. Nə qədər artırıblar, niyə artırıblar? Hamısını da izah edəcəm. Diqqət ekrana, videonu da sona qədər izləyin. Zəfərimizdən qazanılmış təmin qazancın möhtəşəm qələbəmizin qazanılmasında və milli təhlükəsizliyin daha da gücləndirilməsi Ali Başkomandan Prezident Cənab İlham Əliyev tərəfindən qarşımızda qoyulan Prezident Cənab İlham Dəliyev deputatların qaldırdıqları məsələlərin biri qazlaşdırma ilə bağlıdır. Qeyd etməliyəm ki, hazırda ölkəmizdə qazlaşdırılması həyata keçirilməyən hər bir hansı region yoxdur. Ölkə ərazisində qazlaşdırılmanın başa çatdırılması hökumətin əsas hədəflərindən biri. Bax, bu yaramaz Əli Əsədov baş nazirdir. Bunun maaşı qaldırıldı. 17.160 manat. 17.160 manat. 5 dəfəyə yaxın qaldırılıb maaşı. Daha sonra kimlərin maaşları qaldırılıb? Baş nazirin birinci mavini 15.950 manat olub. Baş nazirin digər mavinləri 14.850 manat olub. Nazirlər 13.750 manat. Deputatlar, icra başçıları, merlər. Videonun sonuna qədər izləyin, bəyənin, paylaşın ki, hamı bu yaramaz İlham Əliyevin fərmanından xəbərdar olsun. Belə şey olar. Milləti nə vaxt mükafatlandıracaqsan? İlham Əliyev, sənə İlham Dəliyev deyib alçaltdığına görə baş naziri, deputatları, mavinlərini, Milli Məclis sədrini, nazirləri, icra başçılarını səni qoruduqları üçün onları mükafatlandırırsan da. Bu ayıb deyil. Bu millətə nə vaxt günahlayacaqsınız? Daha sonra kimlərdir? Dəyərli dostlar. Deməli, nazirin birinci muavini 12.650 manat. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbəri 13.200 manat. Nazirin muavini digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin birinci muavini 12.100 manat. Digər mərkəzi icra hakimiyyəti orqanı və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin muavini 11.550 manat. Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları 5-ci ödəniş pilləsi üzrə aşağıdakı məbləğlərdə müəyyən edilib. Bakı şəhərinin meri 13.200 manat maaş alacaq. Gəncə və Sumqayıt şəhərlərinin merləri 9.900 manat maaş alacaq. Digər şəhər və rayon üzrə icra başçıları 8.800 manat maaş alacaq. Baş prokurorun aylıq vəzifə maaşı 3.260 manat idi. Baxın ha, 3.260 manat. Fantastik qalxıb. 13.750. 10.000-dən çox qaldırılıbdır. Belə şey olar ha. Niyə? Baş prokurorluq yaxşı tutur, şərləyir. Baş prokuror xaricdə yaşayan mühacirlərə cinayət işləri açdı, axtarışa filan verdi. Ona görə belə şey dünyanın heç bir yerində yoxdur. Azərbaycanda var. 3.000 maaş alasan, vəzifəli olasan, birdən-birə maaş 13.000 ola. Hamıya çox yaxşı bəllidir ki, İlham Əliyevin maaşlarını qaldırdığı vəzifəli şəxslər ölkədə mövcud olan korrupsiya sisteminin başında dayanan şəxslərdir həm də. Yəni, bunların nazirlərin, deputatların hamısının ayrıca biznesləri də var. Bunların maaşa heç ehtiyacı yoxdur. Maaş kartlarından maaşlarını belə çıxartmırlar. Mən bilmirəm, kəlləməyallaq idarə edir İlham Əliyev ölkəni. Səni qoruyanları, bəs bu millət
Əskərin maaşını niyə qaldırmırsan? Hərbiçinin maaşını niyə qaldırmırsan? Həkimin maaşını niyə qaldırmırsan? Müəllimin maaşını niyə qaldırmırsan? Elmlər Akademiyasında işləyən o gənc elmi işçilərin maaşlarını niyə qaldırmırsan? Hə? Bu dövlətin büdcəsi ancaq sizi qoruyanlara aiddir. Hə? Özdə ki, ehtiyacı yoxdur bu adamların. Bunlar maaşlarına əl atmırlar, yığılıb bəlkə də 100 min, 200 min, 1 milyon pul yığılıb 5-10 ilin içərisində. Əllərini də vurmurlar, hərəsində ayrıca biznesləri var. Heç kartlarının kodları yadlarından çıxıb bunların. Bilirsiniz siz? Bu yaramazlıqdır. Daha sonra başqa bir xəbərdə sizin diqqətinizə çatdırım. Dünyada ölkələrin, əhalilərinin xoşbəxtlik indeksi elan edilib. Dəyərli dostlar, diqqət ekrana göstərirəm. Deməli, Azərbaycan əhalisi bu xoşbəxtlik indeksində dünyada neçənci yeri tutub, bilirsiniz siz? Hə? Utanmalıdır məncə. Azərbaycan hakimiyyətində oturanlar, Prezident İlham Əliyev inkişaf nağıllarını danışarkən, hə? Xoşbəxtlik indeksində Azərbaycan 102-ci yerdədir. Dünyada ölkələr içərisində 102-ci yerdədir. Qonşumuz Gürcüstandan, mən hələ Avropa ölkələrini saymıram, ha. Qonşumuz Gürcüstan və qonşumuz Ermənistandan da daha geridədir. Ermənilər və Gürcülər Azərbaycanlılardan xoşbəxtdir. Bu indeksdə dünyada qəbul olunan bir araşdırma nəticəsində ortaya qoyulan bütün ölkələrdə gəlib yoxlanılır, insanların yaşayışı, güzaranı, haqları öyrənilir, sonra ildə bir dəfə bu elan edilir. İlham Əliyev özü də bunu qəbul edir. Gürcüstanda 91-ci yerdədir. Gürcüstan 91-ci yerdədir. Ermənistan 89-cu yerdədir. Azərbaycan isə 102-ci yerdədir. Qazaxıstan 33-cü yerdədir. Avropada ən xoşbəxt ölkə Finlandiya hesab olunur. Asiyada ən az xoşbəxt olan ölkə Şri Lanka hesab olunur. Cənub-Qərbi Asiyada yaxın şərq ərazisində ən xoşbəxt ölkə İsrail hesab olunur, İsrail sakinləri, əhalisi. Yəni, bu dünya indeksindən digər ölkələr göstəricilərini də sizə təqdim etmək istedim və bu Azərbaycan üçün utancdır. Bəs İlham Əliyev inkişafdan danışır, harada kim istəyir gedib işləyə bilər deyir. Bax, göstərici budur. Yalancı danışıqlar statistika deyil. Mən gəlin sizə Almaniyada, Ermənistanda və Gürcüstanda müəllimlərin və nazirlərin aldıqları maaşı müqayisə edeyim. Almaniyada 17 min, 20 min arası nazirlər maaş alır. 17 min civarında avro. Azərbaycanda da 15 min manat civarında. Təsəvvür edirsiniz? Yəni, manatla evro ayrı-ayrı şeylərdir əlbəttə ki, amma ölkə üzrə yaşayış göstəricisine görə Azərbaycan manatla hesablanır. Almaniya, Avropada isə avro ilə. Elə bir ki, Azərbaycanlı nazir Almaniyadakı nazirin maaşını alır. Amma Almaniyada müəllimin maaşı orta hesabla 3800-5000 avro arasıdır. Mən hələ yüksək stajlı və özəl universitetdə dərs falan demirəm, amma müəllim hətta gedib ilkin pillədə işləyir. Bax, onun maaşı 3800 avro ilə 5000 avro arasıdır. Azərbaycanda avro ilə hesablasa, Azərbaycan müəlliminin orta babata, hələ mən ən aşağı səviyyədə 200, 300, 400 manat maaş alan müəllimi nəzərdə tutmuram. Orta baba hesablanır 400, 500 evro. Təsəvvür edirsiniz arada nə qədər fərq var? Niyə Azərbaycanda müəllimin maaşını artırmırsan? Hə? Müəllimlər səni qorumur. Ay müəllimlər hansılar ki, məktəblərdə seçki vaxtı saxtakarlıq eləyir. Görürsünüz İlham Əliyev sizi necə alçaldır, sizə qiymət vermir. Amma siz maaşınızı ala bilməyiniz üçün o alçaldıcı maaşı seçkilərdə saxtakarlığa məcbur edilirsiniz və işləyirsiniz və saxtakarlıq da edirsiniz. Bax, Əliyevin sizə verdiyi qiymət budur.
Heç Əliyev özünü meydanlarda etirazlar zamanı qoruyan sadə polis nəfərlərini, serjantlarını belə mükafatlandırıb onların maaşlarını artırmır. 5 manat, 10 manat artırsa nə yarayacaq? 20 manat, 30 manat, 50 manat artırsa nə yarayacaq onsuz da? Artırsa da. Amma 5 dəfə prokurorluq işçilərinin, prokurorun və s. maaşını artırır. Çünki deyir ki, ey polis serjantları, əsas nazir Vilayət Eyvazovdur. O oğraşdır, sizə nə əmri verirsə yerinə yetirmək məcburiyyətindəsiniz. Kölə kimi sizi işlədir o polis naziri və digər təhsil naziri, kənd təsərrüfatı naziri, nə bilim, səhiyyə naziri. Amma həkimlərə tula payı verir, üzr istəyirəm. Müəllimlərə tula payı verir, üzr istəyirəm müəllimlərlə. Mənim valideynlərim də müəllimdir, atam da, anam da. Amma alçaldır bizim müəllimimizi. Çünki bilir ki, artıq Azərbaycanda hətta seçki ilə də, seçkidə saxtakarlıq müəllim etsə də, etməsə də, artıq da müəllimin saxtakarlığına da ehtiyac yoxdur. Mərkəzi Seçki Komissiyası axırda qərar qəbul edir ki, bu qədər. Heç müəllimin saxtakarlıq etməsinə ehtiyac yoxdur. Heç nə o polisin serjantının maaşını həm də ona görə artırmır. Ona artıq ehtiyacı yoxdur. Çünki Bakıda küçələrdə, meydanlarda etiraz edən də yoxdur. Bax, səbəblər budur. İstifadə edib Əliyev rejimi sonra sizi belə tullayır, az maaşa, alçaldılmış vəziyyətdə saxlayır. Ey millətim, ayılın və bu yaramazları başımızdan atmaq üçün hamımız daşın altına əlimizi salmalıyıq. Demirəm ki, mitinglərə çıxıq. Bu videonu bəyənin, haqqa belə dəstək olun, yayın, özünüzə gizli YouTube kanalları açın, TikTok hesabları açın. Azad Söz kanalında yayımlanan videoları, mənim çıxışlarımı kəsin hissə-hissə, paylaşın 15 saniyə, 20 saniyə, 30 saniyə və yaxud da başqa müxaliflər. Mən heç kəs şikayət etmirəm və əksinə dəstək verirəm, verəcəyim və bununla da ey pulsuz, işsiz qalan gənclərimiz gizli hesablar açmaqla sosial şəbəkələrdə özünüzü baxışlarını artıraraq pul qazana bilərsiniz. Artıq buna imkanlar var. Facebook belə, saxta hesab açın, başqa adda, səhifə eləyin, biraz baxışını artırın bizim videolarımızla. Həm haqqa dəstək vermiş olacaqsınız, həm də artıq bir ay, 2 ay belə baxış sayı çoxaldıqdan sonra aktivləşdirirsiniz reklam pullarını və artıq sizin bank hesabınıza əlaqələndirirsiniz və pul gələcək. 100 manat, 200 manat, 300 manat, nə qədər baxış çox oldu, 500 manat, 1000 də gələ bilər. Bax, bunu da istədim ki, deyim sizə. Təşəkkür edirəm. Bayramınız mübarək olsun.